Faberlik məhsullarım gəlib. Gəlin birinci koloka baxaq. Baxaq görək nə var. İnansız heç mənim yadımda deyil ki, mən nə zakaz eləmişəm. Baxayım. Tak, belə bir paletka gəlib. Kliyonkanı qabaqcadan açmışam. Paletka deyil. Çox qəşəngdir. Elə lazımdır. Значит, пудра, хайлайтер, корректор и румяна. Все 4. Çox qəşəngdir. Elə istəyirdim bundan. İstəyirdim. Sonra, значит, стиральный порошок, концентрат. Пятновыводитель. Супер. Бомба. Так, потом. Yadımdan çıxıb, mən nə zakaz eləmişəm. Və mən bunu cırım da. Nə var? Xoşlamıram ama 1 saat açmaq olmur. Ne umeyka. Kosmetika maşallah bu dəfə çox qəşəngdir. Çox qəşəngdir. Əyladım. Sonra qəşəng tuş. Bu da çox gözəldir. Qaz ki sabah yeni kipiriyə gedirəm. Və aşağı kipiriyimə mütləq tuş lazımdır. Mən vururam. Mən xoşlayıram ki kipiriyi aşağıda uzun olsun. Kistiçkası çox qəşəngdir. Yadınızda saxlayın. Nazik kistiçkalar və biraz quru tuşlar qəşəng olur. Qara və çox jidki tuşlar çox pis olur. Mən özüm brend kosmetikada işləmişəm və bilirəm nə var nə yox. Hər yerdə işləmişəm. Sonra. Так, что это такое? Faberlik. Это что такое? Я заказывала. Bunu zakaz eləmişəm, yoxsa yox? Так. Тональный? Или корректор? Vallahi bilmirəm bu nədir. Kim bilir mənə zəhmət olmasa yazın kommentdə. Hələ ki mənə çatmadı, mən bilmirəm nədir. Pomada. Deyəsən o rəng deyil. Mən öz rəngimi istəyirdim. Korичневый renk. Məndə biraz belə razavata korичневый olub. Yenə də bunu da yoxlayarıq. İyisizdir. Yalan demərəm. Tak, blesk. Bax, o kliyonkaları çıxartmağı heç sevmirəm də mən.